Hamıya salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz the preposition, yəni söz önüdür. Söz önü nədir? Birinci bunu öyrənək. Söz önü Azərbaycan dilində bilirik ki, biz hallar vardı. İsmin 6 dənə halı vardı, amma ingilis dilində ismin cəmi 2 dənə halı vardır. Və Azərbaycan dilindəki hallardan bəziləri yön bildirir, bəziləri çıxışlıq bildirir və s. Söz önü buna uyğun gəlir biraz. İngilis dilində söz önlər 150-dən artıqdır, amma siz əlbəttə ki, hamısını öyrənməyəcəksiniz. İngilis dilində söz önülər isimlərin, ismi birləşmələrin qarşısında istifadə edilir. Onu da deyim ki, söz önlər həm söz, həm də ki, söz birləşməsi formasında ola bilir. Məsələn, in söz formasındadır, amma in front of söz birləşməsi formasındadır. Birincisi öyrənək ilin aylarının söz önlərlə işlənməsi. Biz bilirik ki, ilin ayları müxtəlif söz önlərindən istifadə edilə bilir. Yəni görürsüz, həm indən istifadə edilə bilir, həm ondan, həm sinsindən, from to ilə, söz önsüz və ya of-la istifadə edilə bilir. İndi gəlin öyrənək görək nə vaxt bunlarla istifadə ediləcəkdir. Birincisi, əgər ilin ayları sadə zamanlarda istifadə olunubsa, yəni indiki, keçmiş, gələcək sadə zamanlardadırsa, bu zaman indən istifadə edilməlidir. Məsəl üçün, in April. Məsəl üçün, I saw him in April. Mən onu apreldə gördüm. Yəni burada saw keçmiş sadə zaman olduğuna görə indən istifadə edirik. İkincisi, əgər ayların yanında hər hansı bir tarix vardırsa, bu zaman ondan istifadə etmək lazımdır. Məsəl üçün, on May 3. Üçüncüsü, sinsindən istifadə edilməsi. Biz sinsi bitmiş zaman formalarında görmüşdük. Sins artıq bizə tanışdır. Demək, sins bitmiş zamanlarda istifadə edilir. Yəni biz cümləyə fikir verəcəyik, cümlənin zamanını təyin etməliyik və əgər cümləmizin zamanı bitmiş zamandadırsa, bu zaman sinsdən istifadə etmək lazımdır. Məsələn, I haven't seen him since June. Deməli, burada haven't seen indiki bitmiş zaman formasıdır. Buna görə də in ayı ilə artıq in yox, since istifadə etmək lazımdır. Çünki biz bilirik ki, in artıq sadə zamanlarda istifadə edilir. Bitmiş zamanlarda istifadə edilmir. Və əgər biz dan-dən mənasında istifadə eləyiriksə, məsələn, iyundan sentyabra qədər demək istəyiriksə və yaxud da sentyabrdan avqusta qədər demək istəyiriksə, bu zaman artıq cümlənin zamanı önəmli deyil, bu zaman mənası önəmlidir. Artıq cümlənin zamanına diqqət eləyəcəyik, zamanına yox, mənasına diqqət eləyəcəyik. Və onu da deyim ki, from to olanda və ya from till olanda 2 dənə aydan istifadə edilir. Çünki biz vacibdir ki, 2 aydan istifadə eləyib filan vaxtdan filan vaxta qədər deyək. Məsələn, iyundan sentyabra qədər demək üçün bizə artıq 2 dənə ay lazımdır. Yəni siz fikir versəniz 2 dənə ay görəndə from till və yaxud da ki from to söz önlərindən istifadə eləsəniz, cavabınız düz olacaqdır. I will work hard from June till September. Mən iyundan sentyabra qədər idman eləyəcəyəm. Deməli, söz önsüz də işlənə bilir. Ümumiyyətlə, bu ifadələri çox görəcəksiniz. Every, next, last, this, that olanda söz önsüz istifadə eləmək lazımdır. Çünki every, next, last kimi sözlər özlərindən sonra söz önü tələb eləmirlər. Yəni, bunlardan sonra söz önü gələ bilməz. Deməli, cümlənin zamanı artıq burada önəmli deyil. İstənilən bir zamanda olsun, fərqi yoxdur. Heç bir söz öndən istifadə eləmək olmaz. Every gəlibsə və yaxud da ki, digərləri istifadə edilibsə söz önü yazmayacağıq. Və of ilə yiyəlik mənası bildirəndə, məsəl üçün bizim də dilə uyğun gəlir. Məsəl üçün deyirik ki, avqustun 15-i. Bu zaman yiyəlik mənası bildirir. Yəni ayların da yiyəliyi olur, of ilə düzəlir və bu zaman ofdan istifadə etmək lazımdır. Məsələn, 7th of August, avqustun 7-si. Deməli, bayramların ingilis dilində söz önü ilə işlənməyi necə olacaqdır? Bayramlar həm ət ilə, həm də ki, on ilə istifadə edilə bilir. Əgər bayramlar təkdirsə, yəni yanında day, holiday, evi sözləri yoxdursa, bu zaman ətdən istifadə etmək lazımdır. Məsəl üçün, ət, Novruz kimi. Əgər bayramların yanında day, holiday, evi kimi sözlər vardırsa, bu zaman ondan istifadə etmək lazımdır. Məsələn, on Novruz day, holiday və yaxud da ki, on Christmas Eve. Burada Eve ərəfə deməkdir və bu sözlərdən, bu 3 sözdən day, holiday, Eve sözlərindən hər hansı biri olsa,
on yazırıq. Əgər bu üç söz yoxdursa, mütləq ətdən istifadə etmək lazımdır. İllərin işlənməyi necə olacaqdır? İngilis dilində illər iki sözünü ilə istifadə edilir. Birincisi in, digəri isə since-dir. Yenə sadə zamanlarda in-dən istifadə edəcəyik. Əgər bitmiş zamandadırsa cümləmiz since-dən istifadə etmək lazımdır. Məsələn, I saw him. Belə bir cümlə verilsə və sözünüzü boş qalsa nə etmək lazımdır? Cümlənin zamanını təyin eləmək lazımdır. Saw gördüm deməkdir, yəni keçmiş sadə zaman formasıdır və sadə zaman olduğuna görə ilin qarşısına in-dən istifadə eləmək lazımdır. Əgər cümləmiz bitmiş zamandadırsa, yəni yenidən have, has üstə gəlinsin participle to düsturuna uyğun gəlirsə, since-dən istifadə etmək lazımdır. Məsələn, tutam ki, burada since verilməmiş olsa, nə etmək lazımdır? Cümlənin zamanına baxıb təyin etmək lazımdır. Haven't met bu olacaqdır indiki bitmiş zaman forması və bitmiş zamanda in yazı bilməyəcəyimizə görə since-dən istifadə etmək lazımdır. Həftənin günləri də müxtəlif söz önlərindən işlənir. Ondan işlənə bilir, since-dən, hətta söz önüsüz, from, to ilə və s. bu formada istifadə edilə bilir. Deməli, nə zaman ondan istifadə ediləcək? Yəni, əgər cümləmiz sadə zamandadırsa, yəni indiki, keçmiş, gələcək sadə zamanlardadırsa, ondan istifadə etmək lazımdır. Yenə də cümlənin zamanını təyin etmək vacibdir. I saw him, yenə keçmiş sadə zamanda olduğuna görə həftənin günü, yəni Friday ilə onu istifadə etmək lazımdır. Bitmiş zamanlarda yenə have, has, üstə gəlinsin participle to düsturu vardırsa, since-dən istifadə etmək lazımdır. Məsələn, we haven't met. Bu cümlədə deməli haven't met indiki bitmiş zaman formasıdır və buna görə də həftənin günü Wednesday ilə since-dən istifadə etmək lazımdır. Yenidən əgər every, next, last, this, that kimi sözlər gəlibsə, heç bir sözünü istifadə edə bilmərik, çünki bunlar özlərindən sonra gələn sözü sözünüsüz tələb edirlər. Məsələn, every Monday, artıq every on Monday demək olmaz. This on Wednesday demək olmaz. Artıq this Wednesday demək lazımdır. Bir də ki, dan-dən və qədər mənasında, yəni from to, from till. Burada da yenə 2 dənə həftənin günü lazım idi. Yuxarıda necə dedik, 2 dənə ay lazım idi, fərqli-fərqli. Burada da 2 dənə həftənin günü mütləqdir ki, istifadə edilsin. Dan-dən mənasında istifadə etmək üçün. Məsələn, she has math class from Monday to Thursday. Onun bazar ertəsindən cümə axşamına qədər riyaziyyat dərsi var. Burada dan-dən qədər mənasında istifadə edilir və saatların sözönülərindən istifadə edilməsi, saatlar at, sözönüsüz və sinsindən istifadə edilə bilir. Necə olacaqdır? Əgər saatlar bizim dilimizə dadə mənasında istifadə edilibsə, tərcümə edilirsə, bu zaman ətdən istifadə etmək lazımdır. Məsələn, I saw him at 5 o'clock. Mən onu saat 5-də gördüm. Yəni burada də mənasını verdiyinə görə ətdən istifadə etmək lazımdır. Və əgər bizim dilimizə dır, idi kimi tərcümə edilirsə, bu zamanda heç bir sözünü yazmaq olmaz. Onu da qeyd edeyim ki, bizim dilimizə dır, idi kimi tərcümə ediləndə cümlə it ifadəsi ilə başlayır. Yəni it is ola bilər və yaxud da ki it was ilə başlaya bilər. Bu zaman heç bir sözünü istifadə etmək olmaz. Məsələn, it is 4 o'clock, saat 5-dir. Artıq dir kimi tərcümə edildiyinə görə heç bir sözünü yazmırıq. Və yenidən, əgər cümləmiz bitmiş zamanda işlənibsə, bu zaman yenə since-dən istifadə etmək lazımdır. Yenə də cümlənin zamanına demək ki, diqqət etməliyik. Haven't met yenə indiki bitmiş zaman formasıdır və buna görə də saatın qarşısına artıq since-dən istifadə etmək lazımdır. Home'un qarşısında to yazmaq olmaz. Yəni, normalda go ilə to yazırıq, get ilə to yazırıq və s. Amma home'un qarşısında to istifadə edilə bilməz. Home'un qarşısında ümumiyyətlə istiqamət bildirən sözünü istifadə edilməz. Amma tutam ki, home istifadə edilibdir və dadə kimi tərcümə olunur bizim dilimizə. Bu zaman ətdən istifadə etmək lazımdır. Yəni, home'un qarşısında to yazmaq olmaz, amma bu o demək deyil də heç bir sözünü yazmayacağıq. Bizim dilimizə dadə kimi tərcümə edilsə, bu zaman ətdən istifadə etmək lazımdır. Məsəl üçün, deyirəm ki, I will stay at home. Mən evdə qalacağam. Yəni, bu zaman da mənasında olduğuna görə, dadə mənasında olduğuna görə ətdən istifadə etmək lazımdır.
lazımdır. Normalda arrive-la at istifadə etmək mümkündür balaca yerlərdən söhbət gedəndə, amma arrive-la home-un arasında heç bir sözünü yazmaq olmaz. Sadəcə olaraq arrive home deyəcəyik. Yəni artıq arrive at home demək olmaz, arrive to home demək olmaz. Go getmək feili bir neçə sözünü ilə yenə istifadə edilir. Birincisi, əgər harasa getməkdən söhbət gedirsə, məktəbə getmək, işə getmək, parka getmək, bu zaman to-dan istifadə edilir. Məsəl üçün deyirəm ki, I go to school every morning. Mən hər tezdən məktəbə gedirəm. Əgər go sözü ilə holiday, business, excursion, vacation, cruise kimi sözlər vardısa, bu sözlər istifadə edilibsə, bu zaman ondan istifadə etmək lazımdır. Məsəl üçün, to go on business demək lazımdır. Yəni, burada business sözü istifadə edildiyinə görə qoyulan on istifadə edilməlidir, işlənməlidir. Əgər go-dan sonra home, abroad, upstairs, downstairs və there kimi sözlər vardısa, heç bir sözünü yazmaq olmaz. To go upstairs. Artıq burada to go to upstairs demək olmaz. Və minik vasitələri ilə uyğun olaraq by, in və on istifadə edilməlidir. Yenə də sözünü yoxdursa by'dan istifadə edirik. In-lə istifadə edilən, yəni otura bildiyimiz nəqliyyat vasitələri ilə yalnızca otura bildiyimiz, ayaq üstə dura bilmədiyimiz nəqliyyat vasitələri olsa go ilə in olacaqdır. Ayaq üstə durduğumuz nəqliyyat vasitələri olsa go ilə on istifadə edilməlidir. Və əgər go-dan sonra walk və sports bu iki dənə söz gəlibsə, mütləq for-dan istifadə edilməlidir. Artıq biz burada to go to a walk deyə bilmərik. Burada to go for a walk demək lazımdır. Onu da qeyd edeyim ki, ingiliscə abroad sözünün mənası xaricə, xaric kimi tərcümə olunur və bu zaman abroad ilə yalnızca from sözünündən istifadə edilməlidir. Yəni abroad ilə digər heç bir sözünü istifadə edilmir. Abroad 99% hallarda tək başına işlənir. Yəni heç bir sözünü olmadan istifadə edilir. Yalnızca from sözünüsü abroad-dan istifadə edilə bilir. Yəni ya tək işlənəcəkdir, ya da ki from-dan istifadə ediləcəkdir. Speak sözünün bizim dilimizə tərcüməsi danışmaq deməkdir. Speak sözü ilə də müxtəlif sözünlər istifadə edilə bilir. Birincisi, speak ilə to istifadə olunur nə vaxt? Əgər biz kiminləsə danışırıq, söhbət eləyirik, bu speak to olacaqdır. Məsələn, I speak to my boss. Mən müdirimlə danışıram. Demək, kimləsə danışanda speak ilə to istifadə edilir. Speak about nə vaxt istifadə olunur? Nəyinsə və ya kiminsə barəsində danışanda speak about-dan istifadə etmək lazımdır. Məsəl üçün, deyirəm ki, the English always speak about the weather. İngilislər həmişə hava haqqında danışırlar. Nəsə haqqında danışanda about-dan istifadə etmək lazımdır və ya kiminsə də barəsində danışanda deməli about-dan istifadə etmək lazım. Məsəl üçün, deyirəm ki, they are speaking about their classmate. Onlar sinif yoldaşları haqqında danışırlar. Sinif yoldaşı haqqında danışırlar. Kiminsə haqqında danışanda. Əgər biz danışma tərzimizi göstəririksə, məsəl üçün, uca səslə danışmaq, pıçıltı ilə danışmaq, bunlar hamısı nədir? Danışma tərzidir də, nə tərzdə danışdığını göstərir. Bu zaman in-dən istifadə etmək lazımdır. Məsələn, speak in a loud voice, speak in a low voice, speak in a whisper və s. Uca səslə danışmaq, alçaq səslə danışmaq, pıçıltı ilə danışmaq, bunların hamısı danışma tərzimizdir və bunları in-lə göstərmək lazımdır və speak ilə with istifadə etmək olmaz. Speak with Jane deyilməyəcək, speak to Jane deyiləcək, kimləsə danışmaq mənasında. Sit isə bizim dilimizə oturmaq kimi tərcümə olunur. Sit də həm in, həm də ki ondan istifadə edilir. Armchair, yəni kreslo sözü istisna olmaqla, sit digər bütün oturacaqlarla, yəni sit on the chair, sit on the grass, sit on the bench, hamısı ilə ondan istifadə ediləcəkdir. Yeganə istisna armchair, yəni kreslo sözüdür ki, kreslo sözü ilə sit in istifadə edilməlidir. Deməli, arrive, reach və get sözlərinə baxaq. Arrive, reach, get hər üçünün mənası ortaqdır. Hər üçü daha doğrusu çatmaq deməkdir. Amma hər biri fərqli söz önləri ilə işlənir. Necə olacaqdır? Arrive-la iki dənə söz önü istifadə edilə bilir. Bunlardan biri at, digəri isə indir.
Arrive-dan sonra ət işlənibsə kiçik yerlər gəlməlidir. Yəni əgər kiçik yerlərdən aeroport, avtobus dayanacağı, sinema və sair kimi kiçik yerlərdirsə, arrive-dan ət istifadə etmək lazımdır. Məsəl üçün arrive at the airport, aeroporta çatmaq. Amma əgər böyük yerlərdən, şəhər, kənd, ölkə adlarından söhbət gedirsə, bu zaman arrive-dan in istifadə etmək lazımdır. Məsəl üçün arrive in Baku, Bakıya çatmaq. Amma reach mənaları eyni olsa belə, reach-dən heç bir sözünü istifadə edilməz. Sadəcə reach Baku, reach home bu formada istifadə etmək lazımdır. Get-lə isə sadəcə olaraq to istifadə etmək mümkündür. Məsəl üçün deyirəm ki, get to the airport. Artıq get at the airport demək olmaz. Çünki get-lə yalnızca to sözünüzü istifadə edilir. Stay isə bizim dilimizə qalmaq kimi tərcümə edilir və stay ilə müxtəlif sözünlər istifadə edilə bilir. Stay ilə in də işlənə bilir, stay ilə at də istifadə edilir, stay ilə with də istifadə edilir. Təbii ki, bunların hər biri fərqli yerlərdə işlənir. Birincisi, yenə böyük yerlərdən söhbət gedirsə, stay ilə in istifadə etmək lazımdır. Məsəl üçün, stay in Baku, Bakıda qalmaq. Məsəl üçün, deyirəm ki, my brother stays in Baku, mənim qardaşım Bakıda qalır. Böyük yer olduğuna görə in istifadə edirik. Yeganə bir istisnadır ki, stay in bed demək lazımdır. Bed çarpayı, yəni balaca yerdir. Sadəcə olaraq ifadə olaraq bu belədir ki, stay in bed demək lazımdır. Məsələn, deyirəm ki, I am very tired, that's why I'll stay in bed. Mən çox yorğunam, buna görə də mən yataqda qalacağam. Yeganə istisna budur. İkincisi, stay ilə ətin işlənməyidir. Stay ilə nə vaxt ət istifadə edilir? Arrive kimidir. Əgər kiçik yerlər olsa, stay ilə ət istifadə etmək lazımdır. Məsəl üçün, stay at home, stay at Mary's, Mary-gilin evində qalmaq, evdə qalmaq və s. kimi yerlərlə stay ət istifadə ediləcək. Stay with ilə qalmaq ilə deməkdir. Yəni kiminləsə qalmaq. Əgər stay-dən sonra hər hansı bir şəxs adı, insanı bildirən sözlər, my family, my brother, my sister, my friends və s. insan anlayışı olan sözlər vardısa, bu zamanda with istifadə etmək lazımdır. Məsəl üçün deyirəm ki, I stay with my family, mən ailəmlə qalıram. Deməli, belə bir tutam ki, stay ilə bağlı hər hansı bir test düşübdür sınaqda. Necə edəcəksiniz? Özündən sonra gələn sözlərə fikir vermək lazımdır. Əgər böyük yer adlarıdırsa in, balaca yer adlarıdırsa at, insandır, şəxsdirsə, bu zaman with-dən istifadə etmək lazımdır. Və apologize sözünə baxaq. Apologize sözünün mənası isə üzr istəmək deməkdir. Apologize sözü həm to, həm də ki forla işlənir. Deməli, necə olacaqdır? Əgər kimdənsə üzr istəyiriksə, yəni kimdənsə deyirəm, demək ki, burada bir canlı var, insan var, şəxs var. Canlı olanda, insan olanda, şəxs olanda bu zaman to yazmaq lazımdır. Məsəl üçün deyirəm ki, I apologize to Jane. Mən Jane-dən üzr istədim. Amma nəsə bir şey üçün, məsəl üçün də səhv eləmişəm, onun üçün üzr istəyirəm. Bu zaman cansız nədirsə, bu zaman fordan istifadə etmək lazımdır. Məsələn, apologize for mistake, səhv üçün üzr istəmək. Deməli, weekday və weekend sözləri hər biri nə qədər bənzətsənizsə, hər biri fərqli söz önlərlə işlənir. Weekday, day sözü olanda ondan istifadə etmək lazımdır. Weekend, end olanda ətdən istifadə etmək lazımdır. Yenə də bu sözlərin əgər qarşısında this, that, every, next, last kimi sözlər gəlirsə, heç bir sözünü istifadə etmək olmaz. Yəni mən that at weekend deyə bilmərəm. That weekend deyəcəm, artıq sözünü mütləq düşməlidir. Və happen sözünə baxaq. Happen baş vermək deməkdir. Happen sözü ilə həm to, həm də ki on, at və in istifadə edilməlidir. Nə vaxt to istifadə edilir? Əgər bir hadisə kiminsə başına gəlibsə, yəni happendan sonra şəxs vardısa, bu zaman to'dan istifadə etmək lazımdır. Məsələn, deyirəm ki, happened to Jane. Jane'in başına gəldi. Bu mənada Jane şəxs olduğuna görə to'dan istifadə edirik. Digər hallarda, yəni əgər şəxs yoxdursa,
uyğun olaraq həmin sözönülərə uyğun sözlərlə istifadə edilir. Yəni night-dan nə istifadə edilməlidir? At istifadə edilməlidir də biz on night keçməmişik ki, at night olaraq öyrənmişik. Ona görə happen at night deyəcəyik və yaxud da ki, ilin ayları ilə bilirik ki, in istifadə edilməlidir. Happen in May deyəcəyik. Əgər ayın yanında tarix olsa artıq on istifadə eləmək lazımdır. Yəni happendan sonra on, at, in kimi sözönlərin işlənməyi onlardan sonra gələn sözlərdən asılıdır. Məsələn, way-lə on istifadə edilir deyə artıq burada happendan on istifadə edəcəyik və s. Bir də biz diqqət edəcəyik nəyə? Visit, answer, help və wish sözlərinin istifadə edilməsinə. Deməli, bu feillərin, bu sözlərin daha doğrusu, çünki bunlar yalnızca feil deyil. Bu sözlərin digər sözlərdən fərqi nədir? Bu sözlərin digərlərindən fərqi odur ki, bunlar həm isim, həm də ki, feil kimi işlənə bilir. Məsələn, visit həm səfər deməkdir, yəni isimdir, həm də ki, səfər etmək deməkdir, yəni feildir. Answer həm cavab deməkdir, yəni isimdir. Answer həm də cavab vermək deməkdir, yəni feildir. İsim və feil olmağından asılı olaraq ya to ya da ki to-suz işlənir, daha doğrusu sözönüsüz işlənir. Necə olacaq? Əgər bu sözlər, yəni isim və feil forması eyni olan sözlər isim kimi işlənibsə, to olacaqdır, feil kimi işlənibsə, to istifadə edilməz. Məsələn, an answer-dan sonra to demək lazımdır. Niyə? Çünki burada answer sözü isimdir. Necə bilirəm? Çünki qarşısına artıq article istifadə edilibdir və ya article istifadə edilməsə, söz cəmlənsə də biləcəm ki, artıq bu nədir? Bu isimdir. Çünki cəmlənmə, article-la işlənmə isimə məxsus olan xüsusiyyətdir. Əgər bunlardan sonra, bunların qarşısında daha doğrusu to vardısa, artıq demək ki, bu feildir. Çünki to istifadə edilibsə, bu feilə məxsus bir xüsusiyyətdir. Buna görə də heç bir sözünü, daha doğrusu to-dan istifadə edilməyəcəkdir. An answer to deyəcəyik, amma to answer-dan sonra boşluq qoymaq lazımdır. Və to be good ilə işlənən ifadələrə baxaq, sözönlərə baxaq. To be good ilə həm at istifadə edilə bilir, həm də ki for istifadə edilə bilir. Təbii ki, mənaları fərqlidir. To be good at bizim bacarığımızı göstərir. Nədəsə yaxşı olmaq mənasına gəlir. Məsələn, deyirəm ki, Helen is good at dancing. Helen rəqs etməkdə yaxşıdır. Yəni, bu Helenin nəyin göstərir? Bacarığını göstərir. Yox, əgər nəyinsə faydasını deyirəm. Məsəl üçün deyirəm ki, vitamin E is good for your eyes. Vitamin E sənin gözlərin üçün yaxşıdır. Burada artıq Azərbaycan dilində də üçün dediyimizə görə tərcümədən tapmaq daha asan olacaqdır. Yəni, belə bir seçim arasında qalsanız, good'dan at-mi yazım, good'dan for-mu yazım, cümlənin kontekstinə baxırıq. Kontekstdən asılı olaraq ya at, ya da ki for-dan istifadə eləmək lazımdır. Və sonuncu olaraq age sözünün sözönlərinin işlənməyi necə olacaqdır. Görürük ki, age-nə müxtəlif sözönlər yazmışıq. İndi baxaq hər birinə. Age-lə at istifadə edilir. Əgər bizim dilimizə da, də kimi tərcümə edilirsə, bu zaman age-lə at istifadə eləmək lazımdır. Məsəl üçün, deyirəm ki, at the age of 18, 18 yaşında da kimi deyildiyinə görə at-dən istifadə eləmək lazımdır. Yaş aralığını göstərəndə from to və ya from till-dən istifadə eləmək lazımdır. Yenə də yaş aralığını göstərdiyinə görə burada 2 dənə fərqli yaş olur. Buna da fikir vermək lazımdır. Yuxarıda necə dedik? 2 dənə fərqli ay olurdu. 2 dənə fərqli həftənin günü olurdu. Bunda da from to, from till-dən istifadə edilirdi. Yenə bu qayda üçün də bu keçərlidir. Yaş aralığını göstərəndə. Məsələn, I lived in London from age 3 to age 6. Məsəl üçün, mən 3 yaşımdan 6 yaşıma qədər Londonda yaşamışam. Yaş aralığını göstərir. Yenə də bitmiş zamandırsa əgər cümləmiz ki, bunu da tapmaq çox asandır. Cümlənin sadəcə zamanına baxmaq kifayətdir. Əgər to have və yaxud da ki, has üstəgənzin participle to düsturuna uyğun gəlirsə, demək ki, bitmiş zamandır və bu zaman since-dən istifadə etmək lazımdır. Digəri isə bizim dildə də uyğun olur. Məsəl üçün 18 yaşından aşağı, 20 yaşından yuxarı və s. Burada da under the age 18, 18 yaşdan aşağı və yaxud da ki after the age of 22, 22 yaşdan sonra mənalarında istifadə edilir under və after sözləri ilə və for ages isə əgər ages cəmlənibsə qarşısında for yazılır və bunun da mənası əsrlər boyu deməkdir.